bir şey də qeyd edeyim və ona da tamamlayaq dərsi. Biz bayaqlar dərsdə qeyd etdik ki, ayə gətirdik ki, İnnallaha yaghfiru zunube cəmi'a. Allah azza və cəllə bütün günahları bağışlayır. Və sonra qeyd elədik ki, İnnallaha la yaghfiru an yushraka bihi. Allah azza və cəllə ona şərik qoşanı bağışlamır. Zahirən ayələrdə tanaqud görünür, ziddiyyət. Bir ayədə deyir ki, yaghfiru zunube cəmi'a. Bütün günahları bağışlayır. Amma bir ayədə buyurur ki, la yaghfir, yəni şirk edəni bağışlamır. Burada ziddiyyət var, ziddiyyət yoxdur. İnnallaha yaghfiru zunube cəmi'a. Allah azza və cəllə bütün asilikləri bağışlayır, o bu dünyaya aiddir. Yəni bu dünyadakı tövbəyə bağlı olan məğfirətdir. Yəni bu dünyada tövbə bütün günahlara açıqdır, tövbə qapısı. Yəni elə bir günah yoxdur ki, qul bu dünyada tövbə etsin və sən deyəsən ki, o günah bağışlanmasın. Yəni mütləq Allah azza və cəllə qiyamət günü o qulunu bu günahına görə əzab versin. Bunu deyən alimlər olub. Sahabələrdən deyən olub İbn Abbas radiyallahu anhu. Hansı günah barədə? Məhz bilərək mömini öldürən barədə. Bilərək müsəlmanı öldürən barədə. Bunu deyiblər bəzi alimlər. Deyiblər ki, müsəlmanı bilərək, düşmənlik üzərində, xəta üzərində yox, bilərək öldürənin tövbəsi qəbul deyil. Nə mənada? Yəni qiyamət günü mütləq axirətdə əzab çəkəcək, mütləq. Lakin əhl-i sünnətin cümhuru deyib ki, hətta müsəlmanı bilərək öldürmək, bu günah belə tövbə qapısına açıqdır. Və dəlillər çoxdur, dəlillərdən birisi də bu ayədir. İnnallaha yaghfiru zunube cəmi'a. Heç bir günahı Allah azza və cəllə istisna etməyib. Və bu ayənin hökmü bu dünyaya aid. Yəni bu dünyada bütün edilən asiliklərə, edilən tövbələri Allah azza və cəllə qəbul edir. Lakin o ayə ki var, Allah ona şərik qoşanı bağışlamayacaq, yəni axirətdə. Yəni axirətdə qul hansısa bir günahla Allahın huzuruna gələ bilər, Allah azza və cəllə əzab vermədən rəhməti ilə onu bağışlaya bilər. Lakin müşriki bu dünyada ona şərik qoşanı bağışlamayacaq. Niyə görə? İnnehu men yushrik billah faqad harramallahu alayhi'l cennə. Çünki Allaha şərik qoşana Allah azza və cəllə cənnəti haram edib. Və doğrusunu Allah bilir. Və sallallahu ala Muhammed və ala alihi və sahbihi və sallam.